o Keyxosrovsa biz əfrasıyıq deməklə özlərinin də qədim türk kökündən, soyundan gəldiklərini qeyd eləmişdi. Və şirin cavabında olduqca kəsərli və konkret deyir ki, mən ancaq öz namusumla, öz ləyaqətimlə öz ömrümü yaşamaq və öz sevgimi də bu yöndə qurmaq fikrindəyim. Və Xosrovda hökmdar olduğuna görə sarayında çoxlu qadınlar var və aldadıcı hərəkətlər eləməyə cəhd eləyəndə şirin cavab verir ki, halal ye, tərlan tək, halal ov ara, bənzəmə leş üstə qonan quşlara. Və sonraki bir beytdə qeyd eləyir ki, hərçənd ki şahsan, kəbinsiz yenə yetişə bilməzsən istəklərinə. Və bax, burada şirinin müsbət xarakteri, müsbət xüsusiyyətləri tamamilə üzə çıxır. Bununla bağlı bir məsələni də qeyd eləmək istəyirəm ki, Qulam Hüseyn Beyqdelinin Şərq ədəbiyyatında Xosrov və Şirin mövzusu adlı məşhur bir tədqiqat əsəri var. O, 40-a qədər yazılmış Xosrov və Şirin əsərlərini müqayisə eləyir və Səməd Vurğunun da Fərhad və Şirin dramı da həmin müqayisələrin içində aparılır. Orada tam açıq, aydın göstərir ki, müsbət mənada qadın obrazı yaratmaq məsələsində Nizamidən böyük sənətkar yoxdur və onun da ən yaxşı nümunələrindən biri məhz elə Şirin surətidir. Və Şirin surətinin bir ləyaqətini, bir qeyrətini də biz Xosrovun öldürülməsindən sonra Şuriyenin hakimiyyət başına gəldiyi zaman görürük. Şuriye Şirinə təhlif göndərir ki, sən heç narahatçılığı keçirmə, mən sənlə evlənərəm və yenə də sən ölkənin birinci xanımı olaraq qalarsan. Şirin sanki bəzənir, düzənir və üzdə özünü elə göstərir ki, bu xəbərə şaddır. Bunu ətrafdan görən adamlar da elə hesab eləyirlər ki, sanki Şirin Xosrovun ölümünə sevinir. Ancaq elə ki, Xosrovu dəfn olunmaq səhnəsi gəlir, Şirin girir Xosrovun dəfn olunduğu Sərdabiyə və onunla sonuncu dəfə görüşmək adıyla Xosrovun öldürüldüyü yara yerini açır, baxır, həmin yaradan öpür və həmin yerdən də gizlətdiyi xəncəri çıxararaq özünü öldürür.